Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme accille veliyyekel fərəc. Məkasib kitabından 311-ci dərsi oxuyuruq. Bəhsimiz də bu yerdə idi ki, əgər bir münəccimin etiqadı bu ola ki, göydəki ulduzların yerdəki olan hadisələrlə əlaqəsi var, kaşif, məkşuf baxımından. Yəni göydə olan ulduzlar, onların hərəkətləri yerdə olan hadisələrə nişanədir, əlamətdir. Belə bir münəccim kafirdir ya kafir deyil. Keçən dərsimizdə bir neçə dənə alimin nəzərini mərhum Şeyx Murtəza Ənsari gətirdi. Bugün də həmən bəhsin davamını eləyirik. Mərhum Şeyx buyurur, lakin zahirul məhki ən İbn-i Tavus inkarus seyyid rəhiməhullah lezalik. Keçən dərsimizdə Seyyid Murtəzanın sözün mərhum şeyx nəql elədi və buyurur ki, Seyyid İbn-i Tavus'dan onun nəzəri nəql olunub, məhki, yəni o ki, hekayət eləyiblər, İbn-i Tavus'un sözünü hekayət eləyiblər, onun sözünün zahirindən bu çıxır ki, Seyyid Murtəzanı o inkar edir. Seyyid Murtəzanın əqidəsini bu barədə inkar edir. Heysu zəkərə İbn-i Tavus belə zikr edib. Ənə lil-nucum əlamatun və dəlalatun ələl-hadisat. Ulduzların əlamət və dəlalətləri var yerdəki baş verən hadisələrə. Lakin yəcuzu lil-qadiril həkimu taala və lakin caizdir həkim və qüdrət sahibi uca Allaha ən yuğayyiraha bil-bir və sədəqə və dua. Onu dəyişdirsin, ulduzların yerdəki hadisələrə dəlalətini dəyişdirsin. Nə ilə dəyişdirsin? Şəxsin yaxşı əməl eləməyi ilə, sədəqə verməyi ilə, dua eləməyi ilə. Fərz eləyək, bir nəfərin yerdə, məsələn, onun başına bir hadisə gələcəkdir. Göydəki ulduz, məsələn, filan yerə getsə, ya filan ulduza yaxınlaşsa, yerdə, məsələn, tutalım, Zeydin başına bu hadisə gələr. O ulduz əlamətdir, dəlalət edir bu hadisəyə. Fərz eləyək belə. İndi Zeyd sədəqə verdi, yaxşılıq elədi, dua elədi. Allah həmən hadisəni Zeyddən uzaqlaşdırar. Onun sədəqə verməyi ilə, onun dua eləməyi ilə. Və qeyru zalik minəl əsbab. Ya bunlardan başqa səbəb vasitəsi ilə Zeyd eləyə bilər ki, o bəlanı, o hadisəni özündən uzaqlaşdırsın. Yəni Allah buna qadirdir və Allah bunu eləyər. Bu İbn-i Tavusun sözüdür. Və cəvvəzə təallumu elmən nucum. Və eyni zamanda İbn-i Tavus nucum elmini öyrənməklik
onu bilmək, onu öyrənmək icazəli bilibdir. Və nəzəru fihi və onunla məşğul olmaq icazəli bilibdir. Vəl əməlu bih və ona əməl eləməyi icazəli bilib. Əməl eləməyi bu mənada, yəni tutalım, bu nucum elmini bilir ki, filan ulduz filan yerə getdi, yağış yağacaq. Və yerdə eləyə bilər ki, özünü yağışdan qorumaq üçün müəyyən işlər görsün. Buna deyirlər, ona əməl eləmək. İza ləm yətəqid ənnaha müəssirətun. Yalnız əgər bu münəccimin etiqadı olmaya ki, ulduzlar təsir eləyir. Fəqət münəccimin etiqadı bu olar ki, onlar nişanədir və əlamətdir. Əgər bu təsir qoymaqlığa etiqadı olmasa, bunun eybi yoxdur. Və o tərəfdən o rivayətlər ki, bizə nəhy eləyir nucum elmini oxumaq, nucum elmini öyrənmək, nucum elminə baxmaq, əməl eləmək, o nəhy eləyən rivayətləri də İbn Tavus həml eləyib o surətə ki, deyib, bu rivayətlər o surəti bizə nəhy eləyir ki, əgər münəccimin etiqadı bu olar ki, ulduzlar yerdəki hadisələrə təsir qoyur. Və həmələ əxbarun nəhy ələma və o nəhy eləyən rivayətləri, xəbərləri də həml eləyib o surətə ki, İza etəqədə ənnaha kəzalik. Əgər münəccimin etiqadı bu ola ki, ənnaha kəzalik, yəni ulduzlar müəssirdir. Ənkərə əl-ələmul huda təhrimu zalik. Və Seyyid Murtaza ki, haram bilibdir və İbn Tavus gəlib bunu inkar eləyibdir. İbn Tavusun sözündən bilinir ki, Seyyid Murtaza bu işi haram bilirmiş. Ona görə də o da gəlib bunu inkar eləyib, deyib, yox, haram deyil, sadəcə şərti budur. Gəlin münəccimin etiqadı bu olmaya ki, ulduzlar yerdə olan hadisələrə təsir göstərir. Müəssirliyi gərək qəbul eləməyə. Amma belə əlamətdir, dəlalət eləyir və Allah da eləyə bilər onu dəyişdirsin filan, onda eybi yoxdur. İbn Tavus bu sözü deyibdir. Sümmə zəkərə li təyid zalik. Sonra öz sözünü qüvvətləndirmək üçün zikr eləyib. Nəyi zikr eləyib? Şiə alimlərinin bir neçəsinin adını zikr eləyib. Deyib, şiə alimlərinin özləri nücum elmini biliblər, arif olublar. Sümmə zəkərə li təyid zalik. Bu əqidəsini təyid eləmək üçün, qüvvətləndirmək üçün zikr eləyib. Əsma cəmaətun minə şiə. Şiə alimlərinin bir neçəsinin adını zikr eləyib. Deyib, kanu arifinə bih ki, həmən alimlər nücum elminə arif idilər. Məsələn, onu bilirdilər. İntaha. Məsələn, o şiə alimlərdən biri də, məsələn, belə deyiblər, Ustadul Bəşər Nəsirul Millə və Din Həzrəti Xacə Nəsiruddin Tusi ki, bu böyük bir şəxsidir İslamda, şiə məzhəbində, bu özü nücum elmini, astronomiya elmini gözəl bilirdi. Və İbn Tavus da neçə dənə alimin adını zikr eləyib, deyib, bunlar elə özü nücum elmini bilirdilər yaxşı və arif idilər. Və ma zəkərəhu rəhiməhullah haqqun, mərhum Şeyx Murtaza Ənsari buyurur, İbn Tavusun bu zikr elədiyi sözlər haqdır. Yəni, mən də qəbul edirəm onu. İlla ənə mücərrədə kovnun nucum dəlalatun və əlamatun la yəcdi məədəmul ihatə və tilkəl əlamat və muarizatuhə vəl-hükmü məədəmul ihatə la yəkunu qətiyyən bəl-vəla zənniyyən. Mərhum Şeyx Murtaza Ənsari buyurur, İbn Tavusun sözləri haqdır və lakin
İbn Tavusun əqidəsi ki, bundan ibarətdir. Göydəki ulduzlar yerdəki hadisələrə dəlalət eləyir və əlamətdilər. Tək bu dəlalət və əlamətin olmağı insana nə fayda verər? Münəccimə nə fayda verər? Bir halda ki, münəccimin o əlamətlərin hamısına əhatəsi yoxdur. Yəni, göy cisimlərinin bütün o nə qədər cisimlər var göydə, onlara əhatəsi yoxdur. Məsələn, tutalım, münəccim bilir ki, filan ulduz filan yerə gedəndə dəlalət edir filan hadisəyə. Və digər tərəfini bilmir. Filan ulduz da filan yerə getsə, bundan taarruz edir, bu hökmün qabağını alır, onu bilmir. Və yaxud da ki, bilmir bir insan bütün o əlamətlərə əhatəsi yoxdur, o müarizlərə, bir-birinə ki, onlar ziddiyyət təşkil edəndə onları bilmir, necə hökm eləsin? Vəl-hökmü mə'ədəmil ihatə la yəkunu qətiyyən. İhatəsi olmadığı halda hökm eləmək qəti olmaz. Bəl-vəla zənniyyən. Bəlkə heç zənni də olmaz. İnsana zənn də gəlməz. İnsan o vaxt o şeyin haqqında hökm eləyə bilər ki, o şeyə geniş şəkildə əhatəsi olsun. Əgər əhatəsi olmasa, onda necə hökm eləyə bilər? İndi münəccim də bir qədər nücum elmini öyrənib bilir və tam şəkildə əhatəsi ki, yoxdur. Əhatəsi olmadıqda sən ha deyinən ki, əqidəm budur ki, ulduzlar yerdəki hadisələrə əlamət və dəlalət edir. Nə faydası var ki insana? Ona görə də mərhum şeyx buyurur, düz sözdür İbn Tavusun sözləri və lakin elə bu əqidəyə sahib olasan, deyəsən ki, elə ulduzlar əlamətdirlər və dəlalətləri var və əhatə də yoxdur onlara, nə insana fayda verə bilər, necə insanı hökm eləyə bilər. İnşallah bu bəhsin hələ davamı gedir. Elhamdülillahi Rabbil aləmin.